Salam dəyərli izləyicilər, Ağdamda çox dəhşətli bir hadisə yaşanıb və illər sonra məlum olub ki, bir qadının övladlarının atası tamamilə başqa bir adamdır və ortada çox şok detallar var və Lentazın məlumatında bu barədə bildirilir ki, rayon sakini Elşən Kazımov ad və soyad bu materialda ümumiyyətlə şərtidir. Həyat yoldaşı Səlimə Kazımova ilə nikahdan 2 övlad sahibi olur və bir müddətdən sonra Elşən uşaqların bioloji atası olub olmamasından şübhələnir və bu məqsədlə bioloji identifikasiya, yəni qohumluq testi keçirilməsi üçün müraciət edir. Aparılan testin nəticəsində Elşən Kazımovla uşaqlar arasında genetik uyğunluq aşkarlanmır. Nəticələrdən sonra Səlimə Kazımova da uşaqların Elşəndən olmadığını etiraf edir və Elşən boşanma üçün məhkəməyə müraciət edir. Bununla da cütlüyün ailə həyatı başa çatır. Daha sonra Elşən Kazımov atalığın ləğvi üçün məhkəməyə müraciət edir və məhkəmə prosesində danışan Elşənin qardaşının sözlərinə görə sonra ailə üzvlərinə məlum olub ki, uşaqların əsl atası Səlimənin dayısı oğlu Elsəvər Can Məmmədovdur. Bu ad soyadda yeri gəlmişkən şərtidir və o bu məlumatı özü də təsdiqləyir. Lakin prosesdə ifadə verən dayıoğlu, yəni Elsəvər Can Məmmədov iddiaları inkar eləyərək Səlimənin başqa şəxslərlə də münasibətinin olduğunu söylüyor. Bunu qadının dayısı oğlu söylüyor yeri gəlmişkən. Öz növbəsində Səlimə Kazımova uşaqların atasının Elməddin adlı şəxs olduğunu etiraf edir. Məsələ ilə bağlı Ağdam rayon məhkəməsində keçirilən iclasda qərar elan olunur. Qərara əsasən Elşən Kazımovun atalığı rəsmi şəkildə ləğv edilir.